Salam, hər birinizi salamlayıram. Bu günləri sizlərlə evdə toyuq kababı necə hazırlanır, onları bölüşəcəm. Gördüyünüz kimi toyuqlarımızın üzəri qıpqırmızı, içərisi pambıq kimidir. 3 ədəd toyuğumuz var. Toyuqlarımız biraz iri ölçüdədir. Siz də çalışın ki, toyuq alarkən fikir verin. Çox arıq toyuqlar almağa ehtiyac yoxdur. Kabab üçün yaxşı yağlı toyuqlar lazımdır. Toyuqlarımızı yuduq. Gördüyünüz kimi qanadlarının uc hissələrini də kəsib qoyduq bir kənara. Burada da toyuqlarımızın dərisini ayırırıq. Səliqə ilə bölürük hissələrə, aşüzənə yığırıq. Aşüzəni ona görə yığırıq ki, tam suyu çəkilsin. Ona görə də saat yarım, 1 saat gözlətmək lazımdır ki, suyu çəkildikdən sonra duzun, istiotun, bəli, videoda da gördünüz, toyuqlarımızın dərisini ayırırıq. Dərsini ayırdıqdan sonra səliqə ilə hissələrə bölürük. Siz də belə edin ki, dostlar, toyuq doğrayarkən fikir verin, diqqətli olun. Onun sümüyün doğramayın da. Sümük doğranılanda istər-istəməz ət tikələrində sümük dəyir dişə. Oynaqlarından ayırırıq, hissələrə xırda-xırda bölürük. Toyuqlarımızın suyu çəkilir, əlavə bir qaba əlavə edirik. Əlavə etdikdən sonra gördüyünüz kimi duzdur, istiotdur, bitki yağıdır, mayonezdir, ketçupdur, sarı kökdür. Dostlar, bu arada bildirim ki, əlimdən gəldiyi qədər istəyirəm ailəm üçün dadlı, ləzzətli yeməklər hazırlayım və sizlərlə də bunu bölüşüm. Burada gördüyünüz kimi istiotu, duzu əlavə edirik, bitki yağını da əlavə edirik. Təxmini 2 xörək qaşığı mayonezdir, 2 xörək qaşığı ketçupdur, qaşıq yarım, xörək qaşığı yarımı duzdur, sarı kökünü də əlavə edirik, yaxşı-yaxşı qarışdırırıq. Tam canına hopandan sonra duzu, istiotu, ketçupu gördüyünüz kimi soğanlarımızı da bu qayda ilə doğrayırıq üzərinə, göndəririk soyuducuya. Soyuducuda yarım saat, 1 saat mütləqdir ki, dinlənsin, öz dadını tamın tutsun. Yarım saat da keçdi. Biz artıq kabablarımızı şişlərə taxırıq və göndəririk manqala. Manqala göndərdik. Kabablar bişən müddətində də qırmızı soğanlarımızı yumru-yumru doğradıq. Bizdə evdə cəfəri var idi. Cəfərdən istifadə etdik. Əgər sizdə cəfəri yoxdursa, siz keşniş də doğrayıb kababınızın üzərinə əlavə bilərsiniz. Burada da balaca oğlum səbirsizliklə kababın bişməyini gözləyir. Bəli, hazırdır kabablarımız. Çox dadlı, ləzzətli kabablar alındı.
Ailəm iştahla yedi. Ümidvaram siz də belə kabablar hazırlayıb öz ailənizlə iştahla nuş edərsiniz.